Herkese salam, necəsiz? İnşallah ki, yaxşısınız. Yeni vloguma və kanalıma xoş gəlmisiniz. Vlogumu bazarlıqdan başladım. Bazarlığa getmişdik. Burada Lənkəran bazarıdır. Evə həm ehtiyacların, həm də bəzi bayram lazım olanları aldıq. Burada 1 manatlıq yerdir bu figurlardan. Keçən il istəmişdim, amma tapmamışdım. Bilmirəm, gec mi getmişdim, yoxsa necəsə tapmamışdım. Bu illəri bu figurlardan aldım. Evdə də var idi. Bir neçəsini də buradan aldım. Buradan çərəz qabları da aldım. Yüngülvarı, yəni bəzən olur hansısa bir məclislərdə falan qonaq çox olanda araya qoyulası, yəni məclis üçün çərəz qabları aldım. 3 ədəd qalmışdı, elə 3-ünü də götürdüm. Əslində olsaydı 5-6 dənə götürərdim. Amma 3-ü qalmışdı, elə 3-ünü də götürdüm. Sonra balıq da almamışdım. Getdim balığımı alım. Bizdə yeyən olmur balıq. Yəni bu balıqları yeyən olmur bizdə. Ona görə yəni olsa da olar, olmasa da olar, amma bu il nəsə istədim. Amma keçən il qoymamışdıq. Keçən il balıq almamışdım. Bizdə Lənkəran zonasında balıq süfrələrdə olmazsa olmazdı. Axır çərşənbədə. Bilmirəm bu başqa bölgələrdə də belədirmi, yoxsa yox. Rəylərdə yazarsınız. Amma bizdə axır çərşənbədə o balıq mütləq olmalıdır, simizər kimi. Amma mən keçən il almamışdım. Çünki qalır, yeyən olmur, gedir qabdan qab elə bil gəzir, dolaşır, ya atılır, ya 1-2 günə belə 2-3 gün çəkir onun yeməsi. Hər tərəfdə güllər satılırdı. Mən də həvəs edib ikisini aldım. Bir bu gülü aldım, bir də başqa bir gül aldım. Bilmirəm, indi baxa bilərəmmi, yoxsa solub gedəcək. Gülləri çox xoşlayıram, amma baxımını edə bilmirəm. Anamdır, bacımdır, onlar da çoxdur, amma məndə güllər yoxdur. Yəni onun baxımını nəsə mənlik deyil. Həyətdə bəzən əkirəm, amma o da bir sezonluq elə bil yayda olur. Bitir, o da hərdən indi istəyəndə, yəni həvəs edəndə əkirəm, o olur. Gülləri aldım, qaldı dipçəkləri. Dipçəklərini çox axtardım, tapa bilmirdim. Burada dipçəyini axtarıram. Nəhayət ki, bir mağazadan aldım. Bazarda hər yanda bayram havası var. Hər kəs evinə nələrsə alır. Allah hər kəsin rüzisini yetirsin. Bu bayram günlərində hər kəsin süfrəsi bol, rüzili, bərəkətli olsun inşallah. Bazarda lazım olanları aldıq və yollandıq mağazaya. Nələr də qalmışdısa, getdik mağazadan aldıq. Burada da çərəzlərdən aldıq, şirniyyatlara nələr gedəcəksə onları aldıq, evin ehtiyaclarını aldıq və qovurğaya lazım olan 1-2 şeylərdən aldım. Noxududur, simişqasıdır falan. Qovurğa əvvəllər ocaq başında yaxşı olardı. Yığışardıq ocaq başına uşaqlar, analarımız və ya nənələrimiz qovurğa hazırlayardı. Ocaq qalayardılar, orada qoyub hazırlayardılar. Həm çox eləyərdilər, çatmazdı. El əllərimizdə qalardı, gəzərdik, dolaşardıq. Hərə doldurardı ciblərin, gəzərdi o qovurğanı çırtlayaraq, yeyərək. Amma indi o maraq elə bil ki yoxdur, dad yoxdur, o maraq da yoxdur. İndi qovurğalar da çox elə hazırdır. Heç kim yəni özünün əziyyəti o qədər də salmır. Və sizlər necə qovurğa hazırlayırsınız? Bizdə hər necə deyim, bayram süfrəsində olmazsa olmazdı. Qovurğa mütləq olmalıdır, hər evdə hazırlanmalıdır. O da ilaxır çərşənbədə bizdə hazırlanır, həmən günü hazırlanır. Elə həmən o tumlar ki var, bizdə əsasən də balqabaq tumudur, günə baxan tumudur, sonra noxuddur, İran noxudu. Əvvəllər elə yerli noxuddan istifadə olunardı, dişləri sındırardı, yəni o dərəcədə quru olurdu. Qarğıdalıdır. Qatardılar. Elə onu da islağa qoyub qovurardılar. Amma çox quru olardı. Yəni yemək mümkünsüz idi. Çox vaxt atırdıq.
Biz uşaqlar yeyirdik, amma böyüklər yemirdi. Çünki dişləri o qədər sərt, o qədər quru idi ki. Amma biz uşaqlar çox vaxt yeyirdik. Bu bazarlıq hardasa 250-260 manat civarında tutdu. Hələ əksikləri də var. Onlar da hardasa bu qədər elə tutar. Cücəsidir. Hələ ətini almamışıq. Meyvə, tərəvəzin. Sonra yağ azdır. Gərək yenə alım şirniyyatlar üçün. Bilmirəm, sonra əksiklərdən də olsa alaram. Meyvəsidir, tərəvəzidir. Hələ bunlar da qalıb. Sonra siyahımda qalıb hələ ayırmışam. Əsas mənə lazım olan bazarlığı etmək idi. Yəni bazarda lazım olanlar, digərləri isə marketlərdə, mağazalarda almaq olur. Çünki günlər keçdikcə, bayrama yaxınlaşdıqca bazara ümumiyyətcə girmək olmur. İnsan əlindən yer olmur. Allah hər kəsin ruzisini yetirsin. Allah bolluq versin həmişə. Bazar dolu olur insanla. Ona görə də bunları aldım, ehtiyac olanları. Qalan nə qaldısa, onları artıq mağazadan alarım. Bugün hava günəşlidir. Planımda əslində evləri təmizləmək var idi. Evləri bir yer yığış edim, bayram təmizliyi edim, pəncərələri yuyam. Amma bazarlığa getdi deyənə həm də oruç tutmuşuq. Elə bil ki, gücüm də daha qalmadı, taqətim. Ona görə də getdi, təmizlik getdi sabaha. İnşallah sabah görüm necə olur. Bir pəncərələri falan əsasən də silim. Servantımı silməliyəm, qapqacaqları. Onları edəm. Sonra başlayaram artıq bayram şirniyyatlarını bişirməyə. Çox qəşəngdir. Səhv etmirəmsə 5 manat idi. Bir də belə gül aldım. Qəşəng açıb sarı. Bunu da inşallah əkərəm. Hətta dibində də bir dənə belə balacası çıxıb artıq. Bu da bayram bəzəkləridir. Bunu səməni üzərinə falan almışam xonçaya. Yumurtaları düşüb. Bunları girək kleyəliyəm. Belə figurlar aldım. Belə çox qəşəng. Yumurta içinə girmişdi. Belə quyu var. Bir də belə sima var. Belə dəftər aldı oğlum özünə. Bunu belə. Bunu mən özümə almışam. $14 yoxsa 15 manat idi. Bunu da uşaqlar özlərinə götürüb. Belə ruçkalar. Son olaraq bir poşet də alma aldım və bazarlığımı yekunlaşdırdım. Hardasa bunların hamısına 250 manat civarında bir pul çıxdı. Aldıqlarımı yerləşdirdim və düşdüm balığı təmizləməyə. Bunu təmizləyib buzluğa qoyaram. Axırıncı çərşənbədə ləvəngi edib bişirəcəm. Hava küləkli və soyuqdur. Əslində ərinirdim bunu təmizləməyə. İsti peçin dibində oturmaq istirdim, amma dedim qalsa birdən xarab olar. Məcburən düşüb başladım təmizləməyə. Burada da pişiyimiz özü də gəlib yaxına, özü ilə də birini gətirib. Toyuqlar da gəlib yığışıb başıma balıq üçün. Balığın için falan hamısını buna verdim. Amma yenə də doymayıb. Hələ yenə ətrafımda gəzib istəyir.
Buradakı işimi də bitirdim. Səməni qoymuşdum islağa. O artıq cücərib. Dedim onları da elə qoyum qablarına. Qabları da cücərib. Böyüsünlər, yaşıllaşsınlar. Mən səmənini həmişə gec cücərdirəm, yəni gec qoyuram. Bayram hardasa bir 10 gün, 9 gün qala qoyuram. Çünki tez qoyduqda ev onsuz da isti olur və ya normal cücərsə belə, yəni yaşıllaşsa belə süfrəyə qoyduqda istilikdən o başlayır tez saralmağa. Mənə görə ən ideal vaxt 9-10 gün qala qalmışdı, yəni bayrama. Həmin vaxtda çox qəşəng boy atır, çox da qəşəng olur. Xanımlar, bir vlogun da sonuna gəldi. Bura kimi izlədinizsə bəyənib abunə olmağı unutmayın. Sağ olun. Növbəti vlogda görüşənədək.